Teşekkürler. Salam dostlar. Bu gün masamızda yerləşən unu verməkdə alış-verişimizi etdikdən sonra bizə oyun oynamağı təklif etdilər. Əvvəlcə oyunun qaydalarını izah etdilər. Qutunun üzərinə düzdüyüm rəhlər qutunun içindəki ilə eyni olmalı idi. Mən də öz şansımı yoxladım. Düzü desəm, biraz çətin idi. Qutu açanda sadəcə bir rəngi düzgün seçmiş oldum. Sadəcə bir rəng seçə bildiyimə görə onu verməkdən mənə dondurma hədiyyə etdilər. Dondurma çox maraqlı göründüyündən burada açıb sizə göstərmək istəyirəm. Azca qalmışdı ki, əlimdən yerə düşsün. Burada isə dadına baxıram. Çox dadlı idi. Oyunu təşkil edənlərə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.